Sualın həllinə gəldikdə isə görürük ki, saf su əlavə etdikdə dəyişən sudur. Onda olacaq 40 vur 20 bölünsün 10 bu edər 80. Deməli, yeni alınan kütlə 80-dir. Başlanğıc kütlə isə 40-dır. 80 çıxılsın 40. Cavabımız edəcək 40, yəni Y variantı. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda faiz məhlul məsələlərindən və nəmlik məsələlərindən çətinlik çəkənlər və bu tip sualları daha sadə, daha tez həll etmək istəyənlər üçün sadələşdirilmiş qaydanı göstərəcəyik və həmin qaydaya uyğun nümunə suallar həll edəcəyik. Qaydamız deməli necədir? Yeni kütlə və ya həcm bərabərdir. Başlanğıc kütlə və ya həcm vurulsun F1, yəni ilkin faiz bölünsün F2, yeni faiz. Və həmin o F1, F2 isə sabit kütlədir. Daha rahat olsun deyə baş hərflərini qeyd etmişik. Başlanğıc kütlə baş hərfi, F1 yəni faiz, ilkin faiz, sabit kütlə, dəyişməyən kütlənin, F2 isə yeni faiz, yəni sabit, dəyişməyən kütlənin və Y yeni kütlə baş hərfi ilə qeyd etmişik. Və burada qeyd edəcəyimiz, diqqət edəcəyimiz məqam nədir? Sabitlik nədir? Duz və quru maddə dəyişmir. Məsələn, tutaq ki, deyir, hər hansı bir buğdanı, arpanı və s. meyvəni qurudulda, yəni artıq onun tərkibində olan quru maddə özü dəyişmir və ya da hər hansı bir qarışıq verir, suyu buxarlandırır və s. həmin içində olan duz dəyişmir. Sabitlik budur. Ona görə biz qeyd etmişik ki, sabit kütlə. Nəmlik. Sonda bizə deyir ki, nəmliyi neçə faiz olar qurudulmuş maddənin və s. Onda nə edirik? Həll edəndən sonra tapdığımız faizi 100-dən həmin o nəmlik faizini nə edirik? Çıxırıq. Bir də sonda bu tip sualda nə soruşa bilər? Kiloqram həcmi necə dəyişdi? Nə edirik? Başlanğıc kütlədən yeni kütləni çıxırıq. Və ya da yeni kütlədən başlanğıc kütləni modulda qeyd etmişik. Yəni cavab hər zaman müsbət olsun deyə. İndi isə həmin bu qaydaya əsasən baxaq sualın izahına. Suala baxdıqda görürük ki, kütləsi 40 kiloqram olan 20 faizli duz məhluluna neçə kiloqram saf su əlavə etmək lazımdır? Baxın, dəyişən nədir? Su dəyişir. Dəyişir. Bizə isə nə lazımdır? Sabit olan. Sabit. Sabit olan nə olur? İçindəki həmin o duz məhlulu. Yəni duz. Deməli, bizim işimiz nə olacaq? Duzla. 20 faizli duz məhlulu. Sonra 10 faizli. Yəni, bu 2% ikisi də nəyə aiddir? Duza. Deməli, bu F1, 10% isə F2-dir. Başlanğıc kütlə isə B isə neçədir? 40 kiloqramdır. Qaydamız necə idi? Y, yəni yeni kütlə bərabərdir. B vurulsun F1 bölünsün F2-yə. Və bu qayda ilə həll edib sualın cavabına baxaq. Sualın həllinə gəldikdə isə görürük ki, saf su əlavə etdikdə dəyişən sudur. Onda olacaq 40 vur 20 bölünsün 10 bu edər 80. Deməli, yeni alınan kütlə 80-dir. Başlanğıc kütlə isə 40-dır. 80 çıxılsın 40. Cavabımız edəcək 40, yəni Y variantı. İkinci sualımıza baxsaq, görürük ki, 450 kiloqram duz məhluludur, 24 faizli. Su əlavə etdikdə dəyişən sudur. Deməli, duz olduğu kimi qalır. Deyir ki, 15 faizli məhlul alındı. Deməli, D1 24, D2 15, B başlanğıc kütlə 450. Yeni məhlul kütləsi Y bərabərdir. B vurulsun F1 bölünsün F2 idi. Onda olacaq 450 vur 24-ə bölünsün 15-ə. Cavabımız edəcək 720, yəni A variantı. Növbəti suala baxaq. Üçüncü suala baxırıq. 10 faizli 100 kiloqram duz məhluluna neçə kiloqram saf duz əlavə etdikdə? Daha doğrusu əlavə etmək lazımdır ki, məhlul 25% olsun. Baxın, burada artıq dəyişən nədir? Duz dəyişir. Deməli, bizə dəyişməyən, sabit lazımdır. Sabit olan nə olacaq? Sabit olan su. Deməli, sabit faiz lazımdır. Əgər verilən 10 faizli duzundursa, suyun sabit faizi nə qədərdir? 100%-dən biz çıxanda 10%-in bu edir 90%, yəni bu edir F1. 25 faizli duz olacaqsa, çünki bizə dəyişən yox, sabit olan lazımdır. 100-dən 25-in çıxırıq, yenə həmin qayda ilə. 100-dən 25-in çıxanda qalır neçə? 75%, yəni bu da artıq olur F2. Sabit faiz F2 oldu. Və bizdə
Qaydamız necə idi? Bir daha təkrarlayaq. Yeni kütlə bərabərdir. Başlanğıc vur F1-ə bölünsün F2-yə. Başlanğıc nə qədərdir? Başlanğıc qeyd edib ki, 100 kiloqram 100 vurulsun F1 90-a bölünsün F2 75 olacaq. Burada ixtisarları yaparsaq 25-ə bölünür 3, 25-ə bölünür 4, 3 ilə 90 ixtisar gedər, yerdə qalar 30, 4-ü 30-a vuranda bu edər 120 kiloqram. O oldu bizdə yeni kütlə. Bizə isə deyir ki, nə qədər duz əlavə etmək lazımdır. Qaydamıza bir daha nəzər salsaq, qaydamızda burada qeyd etmişdik ki, kütlə həcm dəyişimi nə olur? Başlanğıc çıxılsın yeni və yaxud da yeni çıx başlanğıc. Yəni hər zaman müsbət cavabı almaq üçün. Suala qayıtsaq, burada da yeni kütlə 120 olub. Əvvəlcə nə qədər idi? 100 idi, 120 oldu. Nə qədər əlavə edib? 120-dən çıxırıq 100-ün, cavabımız edir 20, yəni B variantı. Növbəti suala baxaq. 4-cü sualda müəyyən miqdar 380 kiloqram duz məhlulundan su buxarlandıqdan sonra 40% 285 kiloqram məhlul alındı. Başlanğıc məhlulun faizi neçə idi? Başlanğıc məhlulu biz nə ilə qeyd etmişdik? Yəni F1 ilə. Və yeni kütləni verib artıq burada 285-dir. Başlanğıc kütlə 380-dir və F2, yəni yeni sabit faiz nə qədərdir? Deməli 40%. Onda qaydamıza əsasən hər birini yerinə qoysaq, olacaq 285 bərabərdir. Başlanğıc kütlə, yəni 380 vurulsun F1-ə, başlanğıc sabit faizi bilmədiyimizə görə F1 və bölünsün deməli F2-yə, yəni 40-a olmuş olacaq. Nə üçün? Çünki burada dəyişən su idi, su buxarlanırdı. Su buxarlanırsa içindəki həmin o göstərilən faiz, yəni tərkibində olan duz olduğu kimi qalır. Və çarpaz şəkildə bunları vurub həll etsək və yaxud da ixtisarları buradan elə aparaq. 4-ü vuranda 285-ə 1140 bərabər olacaq 38 vurulsun F1. Sıfırları ixtisar aparmışdıq. Yəni 38 vurulsun F1 və 1140-ı da 38-ə böləndə F1 bərabər olacaq 30%. Qeyd edək 30%, yəni cavabımız olur Y variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 21%li müəyyən miqdar duz məhluluna su buxarlandıqdan sonra 30%li 420 kiloqram məhlul alındı. Başlanğıc məhlulun kütləsi nə qədər idi? Baxın, su buxarlanır. Dəyişən sudur. Deməli, sabit olan nə olacaq? Duz. Deməli, duzun faizi F1 21-dir, sonra isə F2 30-dur. Qaydana bir daha təkrarlayaq. Yeni kütlə bərabərdir. Başlanğıc vur F1-ə, sabit faizə, bölünsün F2 ikinci sabit faiz. Və yeni kütləni verib bizə nə qədərdir? 420. Onda olacaq 420 bərabərdir. Başlanğıc vurulsun 21% bölünsün F2, yəni 30%. Və burada ixtisarı yaparsaq 21 ilə 420 21-in özünə bölünür. Burada qalar 20. Çarpaz şəkildə vuranda 20-ni 30-a başlanğıc kütlə bərabər olar 600 kiloqram. Yəni cavabımız olar B variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. Nəmli 55% olan 340 kiloqram yaş meyvə qurudulduqdan sonra kütləsi 204 kiloqram olarsa, yeni meyvənin nəmli neçə faiz olar? Baxın, yenə də burada nəmlikdən söhbət edirsə, qaydamıza bir daha baxsaq, nəmliyin faizini tapmaq üçün dedik ki, sonda 100%-dən çıxırıq həmin o nəmlik faizini. Yenə həmişə kimi burada dəyişməyən sabit ümumi faizi tapırıq. Yəni burada qurudulursa, deməli su dəyişir, yəni nəmlik dəyişir. Onda bizə sabit olan nədir? Meyvənin tam özü, yəni içindəki olan su yox artıq. Əgər nəmlik 55 isə, 100-dən çıxırsınız 55-in, yerdə neçə qalır? 45%. Yəni bu olur F1, sabit birinci faiz. Və sonra bizə nə lazımdır? F2, yeni nəmliyin neçə faiz olmaz. Onda qaydamıza əsasən yerinə qoysaq, yeni kütlə 204 bərabərdir. Başlanğıc kütlə 340 vurulsun birinci F1 sabit faizə, yəni 45-ə bölünsün F2-yə olacaq. Çarpaz şəkildə bunu vursaq, buradan F2 bərabərdir 75% alırıq. Qaydaya bir daha təkrar bax. Faizin tapmaq üçün nə edirdik? Qeyd etdiyimiz kimi 100-dən həmin o nəmlik faizini çıxırdıq. Niyə çıxırıq yoldaşlar? Şifahi şəkillərə deyək.
Çünki bu tapdığımız F2 75%. Sabit kütlənin faizidir. Yəni sabit kütlə 75% isə, bəs onun nəmliyi nə qədərdir? Onu tapmaq üçün 100-dən çıxırıq, yəni 100%-dən 75%-ni çıxırıq. Nəmliyi olur neçə faiz? 25%. Çünki biz sabiti tapırıq. Sabiti tapıb geriyə qayıtmış oluruq. Yəni cavabımız olur Y variantı. Növbəti suala baxaq. 7-ci suala baxırıq. Nəmli 60% olan 200 kiloqram meyvə qurudulur və nəmli 20% olan quru meyvə alınır. Alınan quru meyvənin kütləsi nə qədərdir? Yəni bizdən yenini soruşur. Onda yeni bərabərdir. Yenə sabitlə həll edəcəyik. Əgər dəyişən nə olur? Qurudanda nəmli dəyişir, su dəyişir. Yəni su azalır. Və nəmli 60% isə sabit olan F1, yəni içindəki olan meyvənin tam özü, artıq su hissəsi, nəm hissəsi yox. Nə qədər olacaq? %60-ın çıxanda 40%, bu F1 oldu. Sonda nəmli 20% olursa, 100-dən 20-sini çıxanda sabit faiz, meyvənin öz faizi, dəyişməyən faiz nə qədər olur? 80, bu da bizə verir F2-ni və başlanğıc kütlə nə qədərdir? 200. Onda olacaq 200 vurulsun F1-ə, yəni 40-a, bölünsün F2 80-ə. 40 və 80 ixtisar edər 2, 200 2-yə böləndə düşür 100 kiloqram. Yəni yeni kütlə 100 kiloqramdır. Bizdən də nəyi soruşurdu? Yeni kütləsin. Yeni kütlə cavabımız elə olur 100 kiloqram D variantı. Növbəti suala baxaq. 8-ci suala baxırıq. Nəmli 20% olan 90 kiloqram taxıl qurudulduqdan sonra kütləsi 80 kiloqram olur. Qurulmuş taxılın yeni nəmliyi neçə faiz? Yenə sabit faizi tapmalıyıq. Dəyişən nə olur dedik? Nəmli olur. Əgər 20% nəmlidirsə, tam özü nə qədərdir? 100-dən çıxırsınız 20-si, 80% meyvənin tam özüdür. Yəni içindəki suyu çıxmaqla, nəmli çıxmaqla və daha doğrusu taxılın, meyvə də deyirik taxılın. Və kütləsi deyir 80 kiloqram olur. Deməli 80 yeni kütlədir, 90 başlanğıc kütlədir və 80 F1-dir. Bizdən nəmliyini soruşur, yəni F2-ni tapmalıyıq. Onda olacaq yeni kütlə 80 bərabərdir, başlanğıc kütlə 90 vurulsun F1-ə, yəni 80-ə bölünsün F2. Burada deməli 80-lər ixtisar gedər, F2 bərabər olar neçəyə? 90%-ə. Biz 90% bu sabit kütlənin faizi idi. Qaydana baxın, bir daha göstərim. Nə etməlidik? Sonda nəmlik faizini tapmaq üçün 100-dən həmin o nəmlik faizin çıxmalıyıq. Və bir daha təkrarçılıq olsun. 90% həmin bu meyvənin, sabitin, çünki biz sabit dəyişməyən faizini həll etdik. Həmin o meyvənin öz faizidir. Bəs ümumi tərkibində olan nəmlik faizi nə qədərdir? Tam 100% etməli deyil. 90% meyvənin özüdürsə, 100-dən 90-ın çıxanda yerdə qalır 10%, deməli həmin o nəmlik faizidir. Yəni cavabımız edir C variantı. 9-cu suala baxırıq. Tərkibindəki suyun miqdarı 80% olan 50 kiloqram məmulat qurudulur. Qurudulduqdan sonra suyun miqdarı 50% olarsa, bu məlumatın daha doğrusu yeni kütləsi nə qədər? Baxın, qurudulursa dəyişən nə olur? Su olur. Bizə onda nə lazımdır? Sabit məmulat, yəni dəyişməyən. 80% idi su. Onda dəyişməyən neçə faizdir? 100-dən çıxırsınız 80-in. Bu edir 20, yəni sabit F1 birinci faizimiz 20%. Suyun miqdarı 50% olursa, su dəyişən idi axı. Onda F2 sabit olan nə qədər olur? 100-dən çıxanda 50-si, bu deyilir 50. F2 də oldu 50. Və qaydamıza uyğun yerinə qoyuruq. Yəni yeni kütlə bərabərdir. Başlanğıc nə qədərdir? 50. 50 vur F1-ə 20-yə və bölünsün 50. 50-lər ilə ixtisar getdi, bərabər oldu 20. Bizdən də onsuz nəyi soruşurdu? Yeni kütlə ilə cavab olur 20, yəni B variantı. Yeni kütlə bu tip suallarda sual verə bilər ki, nə qədər azaldı və s. Onu da bu qaydamıza əsasən sonuncu gördüyümüz qaydaya baxırsınız. B çıxılsın Y, yəni başlanğıc çıx yeni və yaxud da yeni çıx başlanğıc hər zaman müsbət cavab. Nə üçün? Çünki sualın sonunda bu nəmli məsələndə ya faizi soruşacaq, ya da ki, nə qədər artım azalım olmasını soruşacaq. Artım azalım soruşursa kütlələr, həcmlər fərqi, faizi, nəmli faizi soruşursa 100-dən həmin faizi çıxırsınız. Davam edək. Deməli, bütün suallara aid izahları qeyd etdik. 10-cu sualı isə həmin qaydamıza əsasən həll edib cavabın R bölməsində yazın.
Qaydanı bir daha təkrarlaya. Deməli, yeni kütlə bərabər başlanğıc kütlə vurulsun F1. F nə idi? Sabit. Baxın, burada qeyd edirik. Sabit F1, F2. Baş hərfləri faiz, faiz. F, faiz. Başlanğıc kütlə vur F1 sabit birinci faiz bölünsün F2 sabit ikinci faizə. Cavabınızı tapıb rəy bölməsində qeyd edə bilərsiniz. Güman edirəm sizlər üçün faydalı izah olmuş oldu. Növbəti video izahlarda görüşənədək mən Şamxal Sadıqlı. Hələ ki, hələlik.